Artıq süni zəka, musiqi, animasiyalardan başqa film sənayesində də öz sözünü deməyə başlayıb. Məşhur aktyorların klonları yaradılır, səslərindən istifadə edilir. Vəziyyət o həddə çatıb ki, bununla əlaqədar olaraq bir neçə dəfə fərqli ölkələrdə aksiyalarda keçirilib. Maraqlıdır, süni intellekt gələcəkdə kinoda nəyi dəyişə və nələri əvəz edə bilər? Aktyorların aqibəti isə təbii ki, sual altındadır. Elə ətraflı sujetimizdə biləcəksiniz. Süni intellekt artıq demək olar ki, hər sahədə özünü göstərir. İncəsənətdə də yenilikləri görmək mümkündür. Musiqilər, animasiyalar. Tuzlu xanım, xeyrola, hara belə? Çərə belə, çürə belə. Sənə nə var hara belə? Hazırda film sənayesində də süni intellektin izləri müşahidə edilir. Hindistanda çəkilən filmlərin böyük əksəriyyətində süni intellektdən istifadə olunur. Filmlərin səsləndirilməsi, ssenarilərin yazılması, görüntülərin əldə olunmasında bu vasitə önəmli rol oynayır. Bollywood və Hollywood filmlərində yaşlı aktyorların görüntüsünün cavanlaşdırılması, səslərin klonlaşdırılması kimi texniki işləri süni zəka həll edir. Təxminən bir ay bundan qabaq Azərbaycanda da kinematografiya ilə süni intellektin birgə vəhdətini təşkil edən qısa filmlər festivalı keçirilib. Bu ondan xəbər verir ki, süni intellektin təsiri artıq ölkədə də özünü göstərməyə başlayır. Lakin kino mütəxəssisləri bu tip filmlərin tamaşaçı zövqünə təsir edəcəyinə inanmırlar. Hərçənd indi artıq bir neçə belə bir fakt oxumuşam ki, süni intellekt aktyorları əvəz eləyə bilir və bununla razılaşa bilmirəm. Ona doğru gedir, amma niyə? Çünki insanın elədiyi şey, o insana aid bir şeydir. O hisslər, duyğular və s. Onu süni bir şeylə əvəz olunması nə qədər təbii də olsa, bilmirəm, mənim ağlıma yatmır. Onu qəbul eləyə bilmirəm. Hərçənd ona doğru gedirik. Bəzi ölkələrdə süni intellektin film sənayesinə təsiri etirazlara səbəb olub. The Guardian'ın verdiyi məlumata görə Böyük Britaniyada aktyorlar öz səs və oxşarlıqlarının razılıqsız ifadə edilməsinə narazılıq ediblər. Equal Times'ın verdiyi məlumata görə 2023-cü ildə də məşhur film məkanı olan Hollywoodda bununla bağlı etirazlar keçirilib. Mayda başlayan etiraz aksiyaları noyabrda yekunlaşıb. 7 aylıq mübarizədən sonra tərəflər razılığa gəliblər. Nəticə əsasən aktyorların səslərindən və görüntülərindən icazəsiz istifadə olunmamalı, video və ya səsə görə isə vəsait ödənməlidir. Böyük Britaniyaya məxsus müstəqil kino icması bildirir ki, bəzi süni zəka rejissorlara müxtəlif ideyalar verməkdə, dialoqlar hazırlamaqda, ssenari təhlil etmək, obrazlar yaratmaqda kömək edə bilər. Bu, müəyyən qədər vaxt və maliyyə məsələlərində də önəmli faktordur. Azərbaycanlı rejissorlar bildirirlər ki, süni intellekt kino üçün təhlükə yox, bir növ alətdir. Məsələn, hazırlıq dövründə elə ssenaridən, ideyadan başlayaraq, süni zəkanın platformasının tərkibində sözləşmələr, müzakirələr, bəzi informasiyaların toplanması, axtarışı, rəssamlarla skeçlər çəkilməlidir, səhnələrin skeçləri və bu adətən həftələrlə vaxt aparır, amma indiki müasir dövrdə süni zəka bunu bir neçə dəqiqəyə edə bilir. Bu da işi çox böyük sürətləndirir. Süni intellektin kinoya mənfi təsirləri də analiz edilir. Bir sıra məşhur film şirkətləri süni intellektdən test məqsədi ilə istifadə ediblər. Sınaqlar uğurla bitib. Emosiya. Ada biraz dili oynayayım da. Lakin filmlərdə emosiya və obrazlılığın azalması xoşagəlməz hal kimi qiymətləndirilib. Bu kontent ona gətirib çıxardar ki, insanların zövqü zəifləyə bilər və bir şablonlaşmaya gətirib çıxarda bilər. Ondan başqa, əgər insanlar buna böyük maraq göstərərsə, buna inanarsa, bu təhlükə ondan ola bilər ki, bəzi filmin bəzi istehsalçıları öz aktuallığını itirə bilər. Aktyorlar, rejissorlar, qrafik ustalar, rəssamlar
Bunlar filmin canıdır, yəni bunlar təhlükəyə düşə bilərlər, amma inanmıram ki, belə ola bilər. Aktyorlar isə düşünürlər ki, süni intellektin kino sahəsinə təsiri nə qədər yaxşı səslənsə də, insan kimi sevgini, emosiyanı izləyiciyə ötürə bilməyəcək. Tutaq ki, bu günləri süni intellektə tapşırıq verirsən, bir roman yazsın. Süni intellekt vasitəsilə filmlərin çəkilməsidir. Süni intellekt vasitəsilə filmlərin səsləndirilməsidir. Ümumiyyətlə, kino yaratmaq məsələləridir. Təbii ki, maraqlıdır sənət sahəsində. Vacibdir, yoxlanmalıdır, olsun. Amma mən bir şey əminəm. Süni olan nə varsa, təbii olan heç nəyi əvəz etmək qüdrətində deyil, gücündə deyil. Mütəxəssislərin sözlərinə əsasən süni zəka öz təsirini kino sahəsində də rahat şəkildə göstərə biləcək. Seçim sahibi isə izləyici olacaq. Tamaşaçı ya kodlarla yaradılan filmə baxacaq, ya da canlı emosiyalı əsl sənətə. Bu kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib.